yaxşı çalışma İbrahimov. Oldu. Veliyev! 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 Müasir döyüş əməliyyatlarının aparılmasında komando hissə və bölmələrinin şəxsi heyətinin üzərinə mühüm vəzifələr düşür. Komandolar son dərəcə ekstremal və təhlükəli rejimdə fəaliyyət göstərdiklərindən onların bütün lazımi istiqamətlər üzrə hazırlıqlı olması vacib şərtdir. Komandanlığın döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir komandodan yüksək nəzəri hərbi bilik, fiziki-psixoloji hazırlıq da tələb edir. Bu baxımdan döyüş meydanında fəaliyyət icra edən hərbi qulluqçu tapşırıqları aydın dərk etməli və düzgün yerinə yetirməyi bacarmalıdır. Komandoların praktik məşğələləri real döyüş vəziyyətinə yaxın qaydada keçirilir. Hərbi qulluqçunun döyüş vərdişləri mütəmadi keçirilən nəzəri və praktik məşğələlərdə formalaşdırılır.